Dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri Qaraçuxur qəsəbəsində 81 nömrəli marşrutun yolunda, yola hardasa 200-300 metrəlik məsafədə 4 sotun üstündə köhnə tikili evlə birlikdə torpağımız satışa çıxır. Torpağın çıxarışı qutçası var, sənədləri tam qaydasında. Təqdimatımızı edirik, tam ətraflı. Zəhmət olmasa videonu axıra kimi izləyin. Qiymət də çox münasibdir. 4 sot içində köhnə tikili evlə birlikdə 145 bin manat paket qutçası. Dostlar, Qaraçuxur qəsəbəsində 81 nömrəli marşrutun yolunda 4 sot torpaq sahəsinin daxilində inşa edilmiş 2 mərtəbəli köhnə tikili ev çox münasib qiymətlə satılır. Bura evin həyəti. Marşrut xəttinə hardasa 300-400 metrəlik məsafəsi var. 81 nömrəli marşrutun yoluna 300-400 metrəlik məsafədə yerləşir. Belə geniş həyəti var, 4 sotun üstündədir. Ev restorasiya olunmalıdır, yəni çoxdandır yaşayış yoxdur, uzun müddətdir ki yaşayış yoxdur. Qiyməti münasibdir, qiyməti axırda deyəcəm dostlar. Videonu axıra kimi izləyin. Evin arxa tərəfinə də keçmək mümkündür. Mən arxanı da göstərim. Yan tərəfləri açıqdır. Gördüyünüz kimi, yəni hər iki tərəfdən, evin hər iki tərəfindən, yan tərəflərindən. Bu da arxadakı ərazisidir. Belə arkada da geniş bir ərazisi var. Gördüyünüz kimi. Qaz, işıq, su, yəni kommunallar hamısı var. Evdə yaşayış olub, uzun müddətdir ki, evdə yaşayış yoxdur. Bura evin birinci mərtəbəsidir. Girişdə belə bir mətbəxdir. Burada belə bir otaq, hardasa 15-16 kvadrat. Burası zaldır. Burada da belə balaca uşaq otağı var. Bu da birinci mərtəbənin sanuzudur. İndi isə dostlar, evin ikinci mərtəbəsini sizin üçün təqdim edəcəm. Bura evin ikinci mərtəbəsidir. İkinci mərtəbədə eyni birinci mərtəbədə olduğu kimi mətbəxdir. Bura xol hissəsidir. Burada belə bir 15-16 kvadrat metrlik otaq. Ümumi 5 otaqdır dostlar. Burada ikinci mərtəbədəki otaqlar. İkinci mərtəbədə də sanuzeli sanitar qurşağı var. Dostlar, təqdim etdiyimiz torpağın sənədləri haqqında qısa bir məlumat vermək istəyirəm. Sənəd qutçalıdır, xüsusi mülkiyyətdir. Qiymət də yəni əraziyə görə çox münasibdir. 145 bin manatla satışa çıxır. Real alıcı olarsa qiymətdə ev sahibi ilə razılaşma olar. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.